Azərbaycanda Xarici İşlər Nazirliyinin nəzdində İqlim Diplomatiyası İdarəsi təsis edilib. Sözü gedən idarə artıq bundan sonraki müddətdə iqlimlə bağlı beynəlxalq platformalar çərçivəsində aparılan danışıqların davamlı iştirakçısı olaraq bu prosesdə Azərbaycanın tövhəsini təmin edəcək. Bundan başqa COP30-da Bakıdan Beləmə adlı yol xəritəsi təqdim ediləcək. Bunu Xarici İşlər Nazirinin müavini Yalçın Rəfiyev təbiət naminə ölkələri səfərbər edən Kənd Təsərrüfatı adlı konfransda bildirib. Nazir müavininin sözlərinə görə 2035-ci ilə qədər illik iqlim maliyyəsinin 1,3 trilyon dollara çatdırılması hədəflənir. Növbəti 10 il müddətində bütün dövlətlər birlikdə çalışaraq yalnız dövlət mənbələrindən deyil, həmçinin özəl sektor, çoxtərəfli inkişaf bankları, filantropiya təşkilatları və s.dən əldə ediləcək məbləğlə bu 300 milyardı 1,3 trilyona qaldırmağa çalışacaqlar. Və hazırda biz COP30-un ev sahibi qismində Braziliyalı həmkarlarımızla birlikdə Bakıdan Beləmə 1,3 trilyon üçün yol xəritəsi üzərində çalışırıq. Bu sənəd Beləmdəki COP-da təqdim ediləcək üzv dövlətlərin diqqətinə və əsas məqsəd bu 1,3 trilyona çatma yollarının göstərilməsi, eyni zamanda sektorlar üzrə hər bir sektorun üzərinə düşən məsuliyyət, hədəflər və buna uyğun olaraq da dövlətlərin öz qarşısına iqlim hədəflərini uyğunlaşdıraraq qoyulması məsələsi var. Nazir müavini vurğulayıb ki, Azərbaycan tərəfinin COP29 sədrliyi olaraq bundan sonraki mövqeyi COP29-a qədər əldə edilən uğurların qorunub saxlanılmasına çalışmaqdır.